Bugün İctimai Siyasi Fəal Bayram Məmmədovun qətlinin 4-cü il dönümüdür. 2021-ci ilin may ayının ikisində Bayram Məmmədov İstanbulda müəmmalı şəkildə həyatını itirir. Biz onun dostları, biz onun silahdaşları, mübarizə yoldaşları bu baş vermiş hadisəni qətl hesab edirik və Azərbaycan və Türkiyə hökumətlərindən bu qətlin araşdırılmasını tələb edirik. Və hesab edirik ki, bu qətlin arxasında Azərbaycan hakimiyyətidir. İlham Əliyev qatildir. İlham Əliyev hakimiyyətə gəldiyi gün qətl törədərək hakimiyyətə gəlib, bildiyiniz kimi Müsavat Partiyasının üzvü Azadlıq Meydanında həyatını itirib. Sonraki illərdə Elmar Məmmədov, Rafiq Tağır, Rasim Əliyev, Hüseyin Bakıxanov, Vüqar Rıza və digərləri həyatlarını itirib. İlham Əliyev Avropada da qətllər həyata keçirib. Silsilə bu Vüqar İskəndərliyin qətliydi, Bayram Məmmədovun qətlidir, Vüqar Rızanın qətlidir və digərlərin qətlləridir. Biz İlham Əliyevə xatırlamaq istəyirik ki, onu törətdiyi qətlləri heç vaxt unutmamışıq və zamanı gələndə, vaxtı gələndə İlham Əliyev bu qətllərə görə cavab verəcək. Biz öldürülmüş yoldaşlarımıza işlərinin araşdırılmasını tələb edirik, biz qatillərin tapılmasını tələb edirik. Biz bu qətllərin sifariş verən İlham Əliyevin özünün cəzalanmasını tələb edirik.